Salam, hər vaxtınız xeyir əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisali İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verilişini izləyirsiniz. Əziz tamaşaçılar, azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa quruculuq işləri aparılır. Məqsəd Qarabağı yenidən dirçəltmək, orada dayanıqlı və müasir həyat qurmaqdır. Elə bu barədə studiyamızın qonağı ilə ətraflı həmsöhbət olacaq. Studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Cavanşir Paşazadədir. Xoş gəlmisiniz Cavanşir müəllim. Təşəkkür edirəm, çox sağ olun. Gəldiyiniz üçün təşəkkür edirik Cavanşir Sağ olun. Cavanşir müəllim, qeyd etdiyimiz məsələlərlə bağlı həmçinin azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri hal-hazırda cari vəziyyət necədir? Bu barədə nə demək istərdiniz? Buyurun. Hamımız bilədik ki, təbii ki, bizim uzun müddət 30 ildən çox torpaqlarımız işğaldan artıq azad olunub və Ali Baş Komandan İlham Əliyevin apardığı doğru düzgün siyasət nəticəsində bizim şəhidlərimizin qanı və qazilərimizin gücü nəticəsində Allah onlara da rəhmət eləsin. Torpaqlarımızı 44 gün müddətində azad etdik. Təbii ki, ondan sonra orada quruculuq işləri, yenidən qurma işləri, o dağındıqları bütün dünyaya gəlir, gedir, görür onları. Təbii ki, bizim həm dini, həm mədəni, həm təhsil, həm yaşayış, bizim rayonların dağılması, təbii ki, bunların yenidən tikilməsi, ərzəyə çatdırılması müəyyən qədər xeyli vaxt aparır. Birinci növbədə burada ən bizə problem yaradan təbii ki, o erməni təcavüzkarların yerlərdə bastırdığı minalardır. Minalar da bildiyiniz kimi bir riyad yox, 2-3 riyad, yəni torpağın altında bastırdıqları üçün bütün bizim dost ölkələrdən baxmayaraq bizə dəstək, baxmayaraq ki, orada minaların artıq 3 ildən yuxarıdakı çıxarılır. Hələ də çoxlu yerlər deməli minalanmış kimi qalır. Bizim quruculuq işlərinin bildiyiniz kimi Baş Komandanın tapşırığı ilə artıq biz böyük qayıdışa hazırıq. Demək olar ki, hazırıq və qayıdırıq. Bizim bir neçə rayonlarımıza artıq bizdə demək olar ki, hər ayda, hər 2 ayda, hər 3 ayda böyük deməli kütlə insanlarımız öz yerinə, yuvasına qayıdır. Onların sevinci, onların orada yaşayışı, onların öz ana vətənlərinə, öz torpaqlarına, öz yaşayış yerlərinə qayıdışı təbii ki, onlara böyük sevinc verir. Və biz də buna çox sevinirik ki, bizim xalqımız artıq öz arzusuna çatdı. Orada böyük işlər görülür. Deməli, istər təhsil sahəsində görülən işlər, istər digər tikintilər və bizim mədəniyyət sahəsində gördüyümüz işlər. Bundan bir neçə gün qabaq Ağdamda böyük bir teatrın, Muğam Mərkəzinin açılışının oldu və Cənab Prezident orada iştirak elədi, orada muğam keçirildi və təbii ki, bizim insanlarımız öz arzusuna çatmağı artıq deməli görünür. Əlbəttə, bizim hələ o bölgələrdə bizim dost ölkələrin də müəyyən qədər bizə siyasi dəstəyi və orada aparılan quruculuq işlərdə yaxından iştirak eləməsi, təhsil sahəsində bizim dost, qardaş ölkə olan Özbəkistanın böyük bir təhsil müəssisəsinin orada birincilərdən olub, öz sevincin 44 gün müddətinə torpaqlarımızın azad olunmasının sevincin əyani şəkildə göstərməsini və orada birinci bariz nümunəsi kimi orada birinci təhsil müəssisəsinin tikilməsi və bizim gənc dostlarımıza verməsi, orada bugün ondan istifadə eləməsi böyük bir məsələdir. Təbii ki, bu kimi məsələlər davam edir. Bizim kənd təsərrüfatı sahəsində böyük işlər görülür. Bilirsiniz ki, Cənab Prezident artıq tapşırıqlar verib ki, orada əkin torpaqları, minadan təmizlənən torpaqları isə uzun müddətli deməli kiraya verilsin və bizim həm heyvandarlıqla, həm də ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün şəraitlər yaradılsınlar. Böyük biznesmenlər orada artıq kənd təsərrüfatı ilə bağlı işlərə başlayıblar. Və yaşıl enerji ilə bağlı bilirsiniz ki, orada böyük işlər görülür və o enerji ilə bağlı bəndlərin tikilməsi və hava ilə işləyən qurğuların qurulması, xarici ölkələrdən o biznesmenlərin ora cəlb olunması bu özü-özündə də böyük məsələlərdir. Cavanşir müəllim, Qarabağ və Şərqi Zəngəzur istiqamətlərində aparılmış, yəni qəbul edilmiş bu layihələr ümumiyyətlə əsas hansı dövlət proqramlarının özündə ihtiva edir? Dövlət proqramlarının böyük yəni təsəvvür edin, bayaqları biz buna dedik ki, biz böyük bir bölgənin, demək olar ki, Azərbaycanın 20%-in
işğal olunan bir yerdə yeniliklərin, o insanların 1 milyondan yaxın artıq insanın oradan köçkün olması, yenidən 1 milyon insanın 30 ildə bu insanların artması da var, bunların geri qayıtılması özü-özündə dövlət proqramında ən böyük proqramlardır. Prioritet məsələsidir. Prioritet məsələdir. Təbii ki, bizim büdcədən də hər il ora Qarabağa ayırdığımız vəsait göz qabağındadır. Bu bütün dünya məktəbində böyük bir işlər görülür və cənab prezidentin tapşırıqla bilirsiniz ki, orada böyük binalar tikilir, böyük infrastrukturlar hazırlanır ki, bu insanların yenidən qayıtması və orada işləməsi və Ağdam şəhəri üçün görürsünüz ki, böyük planlar qurulub və gözəl bir şəhərin olması, orada iş yerlərinin açılması təbii ki, bu öz-özlüyündə cənab prezidentin gələcəkdə 10 ilə 15 ilə quran planlar. Cavanşir müəllim, siz bir məsələyə toxundunuz. Ağdamlığa mərkəzinin açılışı bu özündə bir mədəniyyəti necə simvolizə edir? Bəs bu barədə nə demək istərdiniz? Təbii ki, bilirsiniz ki, Ağdam, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Ağdam bölgəsi də həmçinin tarixi yerlər, tarixi insanlar. Orada bizim Qarabağdan olan mədəniyyətimizin bugün bizim tariximizin, mədəni tariximizin böyük şəxsiyyətləri yaşayıb. O şəxsiyyətlər oradan olub. Ona görə o şəxsiyyətlərin ruhunu, o şəxsiyyətlərin adını yenidən o bölgədə təzədən o teatr, deməli muğam evlərin tikilməsi və bu kimi məsələlərin orada yaratması özü-özündə Azərbaycan tarixinin, Azərbaycan tarixinin əzəlinin bir yenidən o bərpa olunması deməkdir. Bəs ümumiyyətlə azad edilmiş ərazilərdə məktəblərin, xəstəxanaların, infrastruktur icralarının həyata keçirilməsi əhalinin sosial rifahına necə təsir göstərir? Təbii ki, bizim bilirsiniz ki, bizim oradakı mədəni və bizim mədəniyyətlə yanaşı bizim təhsil, orta məktəblərin, bizim bir sıra universitetimiz açılıb Qarabağda fəaliyyət göstərir. Çünki bizim ölkəmizin, bizim dövlətimizin bugünün, gələcəyin dövlətidir. Çünki biz bu dövləti 10 illə, 20 illə qurmamışıq. Bu şəhidlərimizi 10 illə, 20 illə yox, 100 illərlə, 1000 illərlə bu dövlət inşallah bu bayraq dalğalanacaq. Azərbaycanda və biz bunun üçün bizim gələcəyimiz olan bizim gənc nəslimizi yetişdirmək üçün, deməli, vətənpərvər ruhda yetişdirmək üçün təbii ki, Qarabağdan olan oradakı universitetlərdə, onlarda oradakı təhsil ocaqlarından istifadə eləməsi, bu özü də bir tarixi məsələdir. Qarabağın yaşıl zona elan edilməsi ümumiyyətlə regionun inkişafına hansı müsbət töhfələr verə bilər? Təbii ki, bu bilirsiniz ki, orada şəhərlərimiz yenidən tikilir, bölgələrimiz yenidən tikilir. Biz hərdən bəzi yerlərə baxırıq, görürük ki, oradan deyirik ki, küçələrimiz enli, falan yerin küçəsi enli, orada parklar var, bağlar var. Və bugün cənab prezident Bakının mərkəzində böyük bir yerləri, məsələn, Sovet kimi yeri söküb orada park salır və digər yerləri söküb orada park salır. Bu o deməkdir ki, o dövrdə ki, bu şəraitlər olmayıb, sonraki dövrdə indi cənab prezident bu şəraitləri yaradır ki, təmiz hava üçün, insanların yaşamı üçün və təbii ki, siz fikirləşin ki, bugün əgər Qarabağ torpaqlarında bu tikintilər gedirsə, orada strukturun da geniş şəkildə yolların olması, insanların parkdan istifadə etməsi və gözə oxşar bir görüntünün nümunəsi olmaqla və bütün dünyaya göstərmək ki, doğrudan da Qarabağ torpağı Azərbaycan üçün nə qədər əzəlidir, nə qədər gözəldir. Siz təmiz hava məsələsinə toxundunuz. Bəs burada azad edilmiş ərazilərdə, məsələn Qarabağda, Şərqi Zəngəzurda alternativ enerji mənbələri, məsələn külək enerjisi, günəş enerjisi, bəs bunlar özündə nə ifadə edir? Yaşıl enerji deyəndə bizim o yaşıl enerji istehsalı bizim havamızın kirlənməsinin və orada o havanın təmiz saxlamasından məqsəd budur ki, biz yaşıl enerjidən istifadə edib və istəyirik ki, doğrudan da Azərbaycanda tam şəkildə yaşıl enerjini istifadə edib, həm daxili enerjimizi bundan istifadə edib, həm də ki, xaricə ixal eləmək üçün, ətraf ölkələrə ixal eləmək üçün bizdə şərait var və şərait də olacaq. Yol, dəmir yolu, hava limanları, bəs bu infrastruktur layihələrinin icrası barədə nə demək istəyirsiniz? Təbii ki, bilirsiniz ki, Qarabağ torpaqları elə 44 gün müddətinə
azad olunan kimi demək olar ki, o müharibə gedə-gedə bizim əsgərlərimiz bizim regionları, bizim rayonları, bizim kəndləri ala-ala onun arxasında bizim elektrik deməli cəryan məsələsində bizim elektrik sahəsində işləyənlər stolbaları bastırırdı. Artıq bu bölgələrə işıqlar çəkilirdi və o bölgələrdə bunun özündə də bir insanlarımızda bir ümid var ki, doğrudan da stimul kimi ki, biz həqiqətən bu torpaqlarda əgər bunu eləyiriksə, bu bir daha deməli geri qayıdan bir məsələ deyil. Bu ona görə orada gördünüz və haman gündən başlayaraq bir aydan sonra demək olar ki, bizim oradakı yollarımızın tikilməsi və bugün də bu davam edir. Hava avalanmalarının tikilməsi və böyük yol strukturlarının biri yox, iki yox, üç yox və 3-4 yerdən, hər yerdən yolların, gözəl yolların tikilməsi. Bildiyiniz kimi demək olar ki, bölgədə, bölgə ölkələrində heç birində o qədər tunellər yoxdur ki, dağaltı tunellərin bizim artıq cənab prezidentin tapşırığıyla böyük tünellər tikilib və istifadəyə bir hissəsi verilir və bir hissəsi də plandadır. Ona görə biz o strukturlardan ki, bugün danışırıq yoldan, onun Qarabağ torpaqlarında bizim yol sahəsində, tünellər və hava limanı və digər məsələləri, enerji məsələsində analoqu olmayan tikinti və onların strukturları gedir. Əhalinin geri qayıdış prosesində onların işlə təmin olunması, vergi güzəştləri, kreditlərin təmin olunması, onların sosial rifahına necə təsir göstərir? Onların da təbii ki, bilirsiniz ki, bizdə qanunda müəyyən qədər dəyişikliklər olunur. Orada yaşayan insanların işlə təmin olunmasında və orada işlə təmin olunub gələcəkdə həm təhsil sahəsində, həm digər sahalarda istehsalda iştirak, həm də kənd təsərrüfatda olan torpaqlarda indi bayaqlarda mən dedim ki, cənab prezident tapşırığı ilə artıq torpaqlar icarəyə verəcək. O icarəyə verilən torpaqlar, indi mən bugün hələ bunların dəyişiklikləri yoxdur, yəni olacaq. Bir neçə formada vergidən azad olanlar var və vergidən az alınması və neçə illərsə orada dəyişikliklər olacaq. Bu da təbii ki, bizim xalqımızın, orada yaşayan insanların iqtisadiyyatının daha da yaxşılaşdırılması və bizim ümumi iqtisadiyyatımıza və bizim Azərbaycanın iqtisadiyyatına böyük deməli töhfə verəcək. İşğal dövründə dağıtılmış tarixi mədəni abidələrin bərpası istiqamətində bəs hansı proqramlar var? Təbii ki, bildiyiniz kimi bizim erməni faşizmləri, erməni təcavüzkarlar, vandalizmini bizim torpaqlarımızın tək yox, bizim mədəniyyətimizi, bizim dinimizi təhqir etmişdir. Və onların bizim oradakı məscidlər, bizim oradakı ibadət yerlərimizi dağıtmışdı və dağıdıb və həmçinin flora yanaşı da həm də kilsələri dağıtıb. Həm də mən bir neçə dəfə özüm Qarabağ torpaqlarında olanda o məscidlərdə olmuşam, xarici qonaqlarla da olmuşam. Onunla yanaşı, o məscidlə yanaşı başqa bina da var ki, orada onların o heyvanları ki, saxlayacaqlar üzdən İraq deməli donuzları saxlamaq ki, onunla yanaşı bir yer var. Orada saxlamırlar, məhz məsciddə saxlaması bu bütün dünyaya bildirmək istəyir ki, biz onların tək türkizmə, türk xalqına, Azərbaycanlıya və İslama olan düşmənçiliyidir. Biz bütün dinlərə hörmətlə yanaşırıq, biz bütün dinləri hörmətlə qəbul edirik və istəyirik ki, təbii ki, bizim dinimizə də hörmətlə yanaşılsın. Və bugün bildiyiniz kimi cənab prezident bu dediyim məscidlərin hər birində böyük təmirlər gedir. O təmirlər artıq bir neçə məscidin əlavə tikilən məscidlər var və tikilir və kilsələrin tikilməsi və kilsənin təmir olunması bu özü də siz göstərir, bizim mətbuatda da bunlar verilir və təbii ki, Şuşada böyük bir kompleks, böyük bir məscidin tikilməsi bu özü-özlüyündə ümumiyyətlə bizim dinimizə, bizim İslama verilən qiymətdir. Qarabağda aparılan bərpa quruculuq işləri ümumiyyətlə bəs turizm axınına necə təsir göstərəcək? Bugün bildiyiniz kimi hələ biz yeni bayaq mən dedim ki, bizim deməli minalarla bağlı o bölgələrdə çətinliklərimiz var. Axır hissə bəzi yerlər deməli azad olunur, bəzi yerlərdə bizim bir neçə gün bundan qabaq mətbuatda da siz də bəlkə də izlədiniz ki, Qarabağ bölgəsinə adi öz maşınımızlarla və bu təbii ki, qeydiyyatdan keçməklə orada gedə bilərlər. Görürsünüz ki, hissə bu
bu məsələlər artıq həyata keçirilir. Təbii ki, biz istəmərik ki, bizim deməli xarici ölkələrdən gələn bir qonaqlarımız ya da ki bizim turistlər hardasa gedib orada əziyyət çəksinlər, var da ki bir hadisə baş versin. Ona görə əgər bizim ölkəmizə hansı bir ölkədən gəlirsə gəlsin, qonaq sayılır, biz ona hörmətlə yanaşırıq, onun təhlükəsizliyi, onun salamatlığını gözləyirik. Ona görə də bəzi məsələlər hələ müəyyən qədər çətinlik yaradır. Bunun birinci növbədə təbii ki, biz də istəyərdik ki, bugün qrupalı şəkildə xaricdən gələn qonaqları biz aparırıq, gəzdiririk, onlar baxırlar. Onlar baxırlar, təbii ki, turizm də gəlib bugün o dağıntı yerləri görəndə o Xirasimaya oxşadıb və o dağıntıları onların da beynində ki, onların 30 ildən yuxarı beyinləri yuyulub ki, o erməni təvazökarları belə bir şeylər görməyib, vakti gözü ilə görəndə təbii ki, onlar da inanırlar ki, bu məsələ bugün belədir. Cavanşir müəllim, son sualımı ünvanlamaq istəyirəm. Qarabağda həyata keçirilən bu layihələr, Azərbaycanın bu infrastruktur layihələri, həmçinin bərpa quruculuq işlərində atdığı addımlar dünyaya hansı mesajı verir? Dünyaya verdiyi mesaj çox böyükdür. Çünki bu dünyaya verdiyi mesaj Ali Baş Komandan İlham Əliyev cənabların fikir verin, hər bir həftədə özü rol arxasında oturub, özü maşın sürüb, o bölgələrə gedib, orada xəyala dalıb, oradakı planları qurub, orada tapşırığı verməsi, bütün dünya bunu bilir. Bu bilir ki, daxildən bizim dövlətimizin, dövlət siyasətimizin bu torpaqlara münasibəti necədir? İkinci məsələ, bizim o torpaqlara Ali Baş Komandanın gördüyü işlər Ulu Öndər Heydər Əliyevin arzuları olub. Ona görə bizim orada hava limanlarımız, bayaqları dedim ki, ətraf ölkələrində analoqu olmayan tunellərin, orada olan tikintilərin hər biri bir zövqləndir. Dünya bunu görür. Ona görə dünyanın gözü bütün hamısı Qarabağdadır. Orada bütün görülən işlər dünyada müzakirə olunur. Burada olunan işlər Azərbaycanın gücü, Azərbaycanın potensialı, Azərbaycanın gələcək siyasətini təmsil edir. Ona görə Qarabağ üçün bu çox önəmlidir və təbii ki, biz də bu işləri inşallah görürük. Çox sağ olun Cavanşir müəllim, fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Buyurun. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Cavanşir Paşazadə idi. Gələn görüşlərə dək.